Sualımı sizə ünvanlamaq istəyirəm. Dövlət özəlləşdirmə çeklərinin, yəni paylarının dəyəri necə tənzimlənir? Təşəkkür edirəm bu sual üçün. Həqiqətən də özəlləşdirmə çekləri ilə bağlı ən çox maraq doğuran suallardan birisi də məhz onların qiymətinin necə hesablanacağı məsələsidir. Yəni, birbaşa demək lazımdır ki, qanunda özəlləşdirmə çeklərinin nominal dəyəri birbaşa tənzimlənməyib. Amma bununla birlikdə biz qanunvericiliyə bir göz açsaq, görərik ki, məsələn, 93 tarixli özəlləşdirmə qanunu bildirir ki, əmlak payının miqdarı, onun bölgüsü və s. bu kimi məsələlər mülkiyyət hüququ ilə bağlı olduğu üçün qanunla qəbul ediləcək dövlət proqramı ilə tənzimlənə bilər. Həmin dövlət proqramında həm də özəlləşdiriləcək bütün orta və iri müəssisələrin, yəni dövlət əmlakının ən azı 65%-nin ölkə vətəndaşlarına qanunla qoyulmuş qaydalar əsasında əmlak payı olaraq verilməsi bir dövlət öhdəliyi kimi nəzərdə tutulur. Bu əmlak payının dövlət özəlləşdirmə çeklərlə vətəndaşlara verilməsi qərarı alınıb. Yəni. Dövlət qiymətli kağız olan özəlləşdirmə çekləri birincili olaraq yerləşdiriləndən sonra, yəni vətəndaşlara verildikdən sonra özəlləşdiriləcək dövlət payı üzərindəki mülkiyyət hüququ ilə birlikdə digər bütün hüquqlar da vətəndaşlara keçmiş sayılır. Bütün bunlara baxmayaraq, qanunda özəlləşdirmə çeklərinin nominal dəyəri birbaşa ifadə olunmuyor. Yəni, bu bir mənalıdır. Ancaq Əmlak Komitəsinin 222 sayılı bir əmri var. Həmin əmrdə məlum olur ki, bir paya düşən əmlak dəyəri ən azı 2000 Amerika Birləşmiş Ştatları dollardır. Qeyd etmək lazımdır ki, qanunda göstərilən qaydaya və öhdəliyə əsasən əmlak payının dəyəri inflyasiyadan qorunan dəyərdir. Bu dəyər çekin nominal dəyəri də olmayıb, əmlak payının real dəyəridir və ona görə də hal-hazırda həmin dəyər 5-10 dəfə yüksəkdir deyə bilərik. 25 il vaxt keçdiyi üçün yeni nominal dəyər qanunla qoyulmuş qaydaya uyğun olaraq hesablana bilər. Hətta bu hesablanmalıdır. Məhz Nazirlər Kabinetinin 8 fevral 2018-ci il tarixli 39 nömrəli qərarı ilə təsdiqlənmiş Azərbaycan Respublikasında ticarət, ictimai yaşa, məişət və digər növ xidmət qaydalarından məlum olur ki, xarici valyutanın və qiymətli kağızların, səhmlər, istiqrazlar, dövlət özəlləşdirmə çekləri və s. alqı-satqısı qanunla tənzimlənir. Bütün bunlar onu deməyə əsas verir ki, bizə bu özəlləşdirmə çeklərinin də artıq dəyəri, nominal dəyəri deyək ən azından, qanunla birbaşa tənzimlənməsi bu mübahisələrin qarşısını alacaq. Yəni, bu mübahisələri ortadan qaldıracaq və önəmli bir ehtiyacı təmin edəcək. Dəyərli izləyicilər, Mübariz müəllimin fikirlərini eşitdiniz, xeyli ətraflı şərh etdi və onun araşdırmasından, hüquqi faktlarından məlum olur ki, özəlləşdirmə çekləri fərmanla dövriyyədən çıxarılarsa, bu konstitusiya və qanunların pozulmasıdır. Bu sizin vətəndaşların miras əmlak payıdır, özəlləşdirmə çekləri, dəyərli tamaşaçılar, və tam aydın olur ki, dövriyyədən çıxarma da ancaq qanunla ola bilər və ya kompensasiyanın ödənilməsi ilə də mümkün ola bilər. Bu isə o deməkdir ki, dövlət vətəndaşlara məxsus əmlakı özəlləşdirərkən, satarkən 65%lik əmlak payını pulla satması, vətəndaşlara kompensasiya ödəmədən satması konstitusiya və qanunlara ziddir. Daha bir açıqlamamız olacaq, dəyərli izləyicilər. Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin Konstitusiya Hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru, Sirus Vəkil Bürosunun müdiri Subhan Əliyevdən açıqlama almışıq və o, özəlləşdirmədə xarici təcrübə və Azərbaycandakı özəlləşdirmə prosesindəki hüquqi problemlər barədə bizə danışıb. Buyurun, izləyin. Özəlləşdirmə çekləri ilə bağlı xarici ölkə təcrübəsi və kompensasiya barədə fikirlərimi belə bildirə bilərəm ki, özəlləşdirmə çekləri ilə bağlı xarici ölkə təcrübəsini müəyyən etmək üçün biz postsovet məkanında çeklər ilə həyat keçirilmiş özəlləşdirmə prosesinə
baxmalıyıq. Məsələn, Rusiyada özəlləşdirmə zamanı vətəndaşlara paylanan vauçerlərin nominal dəyəri 10.000 manat rubl qoyulmuşdur və banklarda bu pul ilə əvəzlənə bilərdi. Həmin dövrdə 10.000 rubla bankda dəyişdirərək bir avtomobil əldə mümkün idi. Lakin 2 ay müddətində güclü inflyasiya nəticəsində 10.000 rubla maşının təkəri düşürdü. Çünki onların qəbul etdiyi qanunda bu dəyərin inflyasiyada qorunması nəzərdə tutulmurdu. Pribaltika ölkələrində isə özəlləşdirmə zamanı qəbul edilən qanunların və onların icrasını tam olaraq vətəndaşların xeyrinə olduğu hamıya məlumdur. Belarusiyada özəlləşdirmə bizdən əvvəl başlandı və bu gün də davam edilir. Orada vətəndaşlara 2 cür vauçer verilirdi. Birincisi torpaq və ev almaq üçün, digəri isə müəssisələrdən pay almaq üçün. Hal-hazırda banklarda 300-ə yaxın səhmdar cəmiyyətin səhmləri vətəndaşlar üçün təklif olunur. Gəlirliyi aşağı olan müəssisələrin alınmasında imtina edən vətəndaşlar özəlləşmə prosesi başçısında qanuna qoyulmuş qayda əsasında kompensasiya alacaqlar. Mülkiyyət qəzetində yayılan məlumatdan məlum olur ki, İsraildə dövlət bankı özəlləşdirən zaman onun bütün səhmləri ancaq İsrail vətəndaşlarına əvəzsiz olaraq bərabər paylanmışdır. Xarici sərmayəçilər ancaq ikinci bazarda olan səhmləri vətəndaşlardan ala bilərdi. Ulu öndər Heydər Əliyevin uzaq görən siyasət nəticəsində Azərbaycanda özəlləşdirmə başlamamışdan əvvəl xarici təcrübənin negativ halları aradan qaldırmaq üçün xüsusi komissiya yaradılıb, həmin ölkələrdə nümayəndələr göndərilmişdir. Bu səbəbləndir ki, 95-ci ildə dövlət özəlləşdirmə proqramı qəbul edilən zaman bütün özəlləşdirmə dövründə özəlləşdirəcək orta və iri müəssisələrin ən azı 65%-nin özəlləşdirmə çekləri ilə əvəz edilməsi dövlət tərəfindən qanunla qoyulmuş qayda ilə tənzimləndi. Eyni zamanda özəlləşdirmə çeklərinin çıxarılmasına əsas olan dövlət özəlləşdirmə payları, yəni əmlak payları, inflyasiyadan qorunan əmlak payı kimi qəbul olundu. Bu səbəblə vətəndaşlara verildikdən sonra özəlləşdirmə çeklərinin dövlət qiymətli kağızı olan birinci yerləşdirdiyi hesab olunur. Bu isə o deməkdir ki, dövlət müəssisələrin özəlləşdirilməsində 65% əmlak hüququna malik olan vətəndaşlardan bu çekləri ikinci bazardan əldə edilmədən heç bir sahibkar, xarici və yerli investor özəlləşmə iştirak edə bilməz. Həmin 65%lik hissə sahibkar, xarici və ya yerli investor tərəfindən pul ilə əldə olunsa da, bu durum konstitusiyanın və qanunların pozulması hesab olunur. Yəni, qanunda istər xarici və yerli investor ancaq və ancaq vətəndaşlarda olan paylarını almaqla, yəni dövlətin birinci olaraq yerləşdirdiyi çekləri almaqla özəlləşdirmədə iştirak edə bilər. Başqa qaydalar vətəndaşların hüquqlarının pozulmasıdır. Dövlət ancaq ona məxsus olan 35%-i pulla sata bilər. Heç kim konstitusiyaya zidd olaraq qanunla özəlləşdirmə çekləri verilən zaman vətəndaşlara verilən hüquqları, dövlət öhdəliklərini, qanunla qoyulmuş qaydaları, istər dövrdən çıxarılan qaydasını, istər çeklərlə inflyasiyadan qorunan əmlak payının ekvivalentini, dəyəri qiymətini həm də qanunla öhdəlik kimi vəd edilmiş orta və ya iri müəssisələrin 65%lik əmlakını qanundan aşağı qüvvəli qanunverici aktları ilə poza bilməz. Belə, dəyərli izləyicilər, Sübhan müəllimin də fikirlərini, şərhini izlədiniz və qeyd edim ki, efirimizi elə indi bəyənin, paylaşın ki, daha geniş auditoriyaya çatımlı ola bilək. Deməli, dəyərli tamaşaçılar, 12 ildir ki, orta və iri müəssisələrin 65%lik özəlləşdirilməsi çeklərsiz aparılır və bu, qeyd etdiyimiz kimi, konstitusiya və qanunlara zidd hesab oluna bilər. Çünki bu həm xarici, həm də yerli investorlar üçün gələcəkdə böyük problemlər yarada bilər, həm də ölkədəki narazılığı, sosial gərginliyi artıra bilər. Hüquqşünas alimlərin söylədiklərindən də məlum olur ki, qanunla qoyulmuş qaydalara əsasən yeni nominal qiymətlərin təyin edilməsi gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin 65%lik hissəsinin bugünkü real dəyərinin tədavül dövründə istifadə olunmayan özəlləşdirmə paylarına, yəni 1.600.000-ə bölünməsi ilə hesablanmalıdır. Belə ki, bu da 25 ildə olan inflyasiyanı əgər nəzərə alsaq,
bir əmlak payının, yəni 4 çekə düşəcək dövlət əmlak payının nominal qiymətinin ən azı $20.000 əmlak ekvivalentində olması deməkdir. Daha bir açıqlamamız olacaq, dəyərli tamaşaçılar. Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin dosenti, hüquq üzrə doktor AMEA Vəkil Bürosunun müdiri Sərvər Süleymanlı. Sərvər müəllim dövlət özəlləşdirmə çekləri və payları ilə bağlı fikirlərini bizimlə bölüşüb, izləyək. Deməli, bu məsələ açığı uzun müddətdir ki, çox təəssüf ki, problem olaraq qalır. Bəzən də baxırıq ki, mətbuatda bu məsələyə səthi olaraq işin mahiyyətinə varmadan elə ümumi qaydada tənqidi və məsuliyyətsizcə fikirlər bildirilir və çox təəssüf ki, bu fikirlər bəzən hüquqşünaslar tərəfindən də irəli sürülür. Amma elə bilirəm ki, o məsələyə onlar kifayət qədər işin mahiyyətinə tanış olmadan, onun baxımdan hüquqi təhlil aparmadan deyirlər. Amma bir də var ki, ümumiyyətlə heç hüquqşünas olmayanlar da bu məsələdə belə deyək də fikirlər bildirirlər və əksər halda da fikirlərin hüquqla və qanunla və işin mahiyyətinin heç bir əlaqəsi olmayacaq şəkildədir. Sırf sadəcə belə öz mülahizələrini hüquqi təmələ söykənmədən hüquqi məsələdə bildirirlər. Amma bununla bağlı, onu da deyim ki, amma düzgün mövqelərdə qoyulur, bu mətbuatda da zaman-zaman işıqlandırılır. Burada əvvəla onu nəzərə almaq lazımdır ki, bu dövlət özəlləşdirmə paylarıdır və bunlar çıxarılaraq vətəndaşlara dövlət əmlakının bir hissəsi olaraq verilmişdir. Yəni, çünki Sovet hökuməti dövründə xalqın əmlakı sayılırdı. Hər şey dövlətə verilmiş ki, bu nəticədə heç kimin şəxsi olmasın, hamısı ümumi xalqındır və xalqın da bu sərvəti dövlət tərəfindən idarə olunur. Amma nə var ki, artıq sosializm quruluşu çıxdıqdan sonra artıq bu əmlak, yəni xalqın özünə bir növ qaytarılırdı. Və o əslində o nöqteyi nəzərdən tam da düzdür, əvəzsiz də deyilir, amma bir növ baxanda əslində əvəzsiz deyildi. Onsuz xalqın əmlakı idi. İndi xalqın arasında təkərən onlara o paylar şəklində verilir. Və burada dolayısıyla da bu əslində bir mülkiyyətdir. Bunun onsuz da özəlləşmə çekinin özündə də bu açıqca ifadədə olunur. Yəni, burada vətəndaşlar mülkiyyət hüquqları, bu əmlak payı vardır və bunun qiyməti kağız olan dövlət özəlləşmə çeklərinə bu əks elətdirildi. Orada etibar olundu. Bunun da səbəbi oydu ki, o bir əmlak haqqı deyək, o əmlak mənafeyini rahatlıqla tədavülünü asanlaşdırmaq, yəni bir növ mülkiyyətçilərin mülkiyyət predmetindən istifadəni və onunla bağlı əməliyyatlarını asanlaşdırmaq üçün bu dövlət özəlləşmə çeklərinə bağlanmışdır. İndi sual olunur ki, vətəndaşlara dövlət özəlləşmə payla verilmiş mülkiyyət hüququnun aqibəti necə oldu? Bu suala indi heç kim cavab verə bilmir. Halbuki bu mülkiyyətdir və təminat altına alınmış bir hüquqdur. Bu nəticə etibarilə vətəndaşların hal-hazırda hələ də o hüquqları təmin edilməmiş vəziyyətdə qalır. Dəyərli izləyicilər, daha bir şərh izlədiniz və qeyd edim ki, bir daha diqqətinizə çatdırıram. Vətəndaşlara verilən dövlət əmlak payı əslində vətəndaşların öz halal mülkiyyət payıdır və bayaq da qeyd etdik, ümumiyyətlə bizim ata-babalarımızın zəhməti hesabına zamanında yaradılmış mülkiyyətdən düşən miras əmlak payıdır həm də. Biz deputatlardan da, dövlət qurumlarından da bu hüquqi problemə və hüquqşünas alimlərin fikirlərinə, münasibətlərini öyrənmək üçün media qurumlarına da müraciət edirik ki, vətəndaşlara dəstək olsunlar, araşdırma aparsınlar bu mövzuda. Çünki bu məsələ açıq olaraq qalır uzun illərdir. Özəlləşdirmə çekləri ilə bağlı mövzuya tam olaraq aydınlıq gətirilmir və elə indi bir daha sizdən ricam odur ki, efirimizi bəyənin, paylaşın, daha geniş auditoriya bu mövzunu izləyə bilsin. Xüsusən də əlində özəlləşdirmə çekləri olanlar verilişimizin davamını diqqətlə izləsinlər. Daha bir açıqlamanı bizə Yeni Azərbaycan Partiyasının üzvü, sabiq millət vəkili və Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri olmuş, hüquq üzrə fəlsəfə doktoru olan Çingiz Qənizadədir və Çingiz müəllim özəlləşdirmə çekləri barədə hüquq və qanun pozuntuları ilə əlaqəli fikirlərini bizimlə bölüşüb. İndi Çingiz müəllimin fikirlərini dinləyək. Bilirsinizmi xanım, vermiş olduğunuz sual çox aktual bir məsələdir. Vətəndaş münasibətləri məsələsidir.
dövlətə və qanuna vətəndaşların və xarici investorların inamı məsələsidir. Heç vaxt qanunun aliliyinin pozulmasına yol vermək olmaz. Bir hüquq qanunla verilibsə və konstitusiyaya zidd deyilsə, necə bu qanunu pozmaq olar? Artıq özəlləşdirmə çekləri barədə olan hüquqi problemlər çoxsaylı hüquqşünaslar, alimlər tərəfindən elmi və praktik tərəfdən araşdırılıb. Qanun jurnalında və mətbuatda bu barədə çoxsaylı məqalələr yazılıb. İnanıram ki, tez bir zamanda Prezident aparatındakı hüquqşünaslar və deputatlar Konstitusiya Məhkəməsinə müraciət edərək qanunvericiliyimizə kölgə salan bu problemin aradan qaldırılmasına maraqlı olacaqlar. Mənim isə vətəndaşlara tövsiyəm yalnız bundan ibarət ola bilər ki, özəlləşdirmə çeklərini satmayın. Bunlar qanunla qüvvədə olan dövlət qiymətli kağızıdır. Çingiz Gənzadəyə də fikirləri üçün təşəkkür edirik dəyərli izləyicilər və müxtəlif rəyləri siz bizdən eşitdiniz. Özəlləşmə çekləri olanlar, əgər siz də problemlərinizin ictimailəşməsini istəyirsinizsə, tez bir zamanda bu məsələnin həllini tapmasını istəyirsinizsə, bizim verişimizi paylaşın ki, ətrafınızdakı insanlarda, qohumlarınız, dostlarınız, iş yoldaşlarınız əgər çekləri varsa satmasınlar və eyni zamanda bizim hüquqşünasların fikirləri ilə bağlı şərh bölməsində siz də rəyinizi yazın, göndərin bizə və onu da növbəti verişlərimizdə dəyərləndirəcəyik. Çekləriniz varmı? Bu fikirləri necə dəyərləndirirsiniz və doğru hesab edirsinizmi? Sizin mülahizələriniz nələrdir? Qeyd edim ki, daha bir hüquqi açıqlamanı bizə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, eyni zamanda Prospekt Vəkil Bürosunun müdürü Həbib Əliyev verib. Həbib müəllimə sualımız bu oldu ki, ümumiyyətlə bugün özəlləşmə çeklərinin alqı-satqısı hüquq və qanuna uyğundurmu, düzgündürmü, nə dərəcədə düzgündür və Həbib müəllim sualımızı belə cavablandırıb, onun çıxışını izləyək. Məsələ belədir ki, fərmanla da olsa özəlləşdirmə çeklərinin tədavülü dayandırıldığından və özəlləşdirmə çeklərinin alqı-satqısı ilə məşğul olmaq üçün lisenziyalar ləğv olunduğundan onların aldirin etmək qadağan olunmuş sayılır. Ancaq bir əşya kimi kiminsə öz çekini satması və ya kiminsə ancaq özü üçün, yəni satmaq məqsədi olmadan alması qanunla yol veriləndir, yəni qanunla qadağan olunmamışdır. Konstitusiya isə bu əməli, yəni qanunla birbaşa qadağa qoyulmayan əməli hər bir vətəndaşın öz hüququ sayır. Mən bir hüquqşünas kimi vətəndaşların tez bir zamanda sevindirici xəbər alacağına inanıram. Bu səbəbdən heç kimin 25 ildir ümidlə saxladıqları özəlləşdirmə çeklərini satmağı tövsiyə etmirəm. Dəyərli izləyicilər, efirimiz davam edir və siz hüquqşünaslarımızın fikirlərini izləyirsiniz. Bunlar hamısı özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərə aydınlıq gətirirlər. Daha bir açıqlamamız olacaq dəyərli izləyicilər. Vəkillər Kollegiyasının üzvü Asif Məmmədovdan açıqlama almışıq və Asif müəllimə sualımız oldu ki, hal-hazırda hələ də qüvvədə olan ixtisaslaşmış çek investisiya fondları haqqında əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti Ulu Öndər Heydər Əliyev tərəfindən 14 may 1997-ci il tarixli 579 saylı fərmana və həmin əsasnamədə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 22 dekabr 2014-cü il tarixli 426 saylı fərmana əsaslanaraq demək olarmı ki, dövlət özəlləşmə çekləri hələ də qüvvədə və dövriyyədədir? Bu sualı bir daha qeyd edirəm, Vəkillər Kollegiyasının üzvü Asif Məmmədov cavablandırdı və onun biz şərhini də izləyək. Bu məsələ barədə hesab edirik ki, normativ hüquq aktları haqqında nəzəriyyəyə görə verilmiş bir hüquq ləğv edildiyi zaman həmin hüququ tənzimləyən normativ hüquq aktlarda bundan sonra hər hansı bir dəyişiklik edilməz. Çünki o artıq o hüququn qüvvədən düşdüyü hesab olunur. Məlum olduğu kimi ixtisaslaşdırılmış çek investisiya fondları haqqında əsasnamə 14 may 1997-ci il tarixli 579 saylı fərman ilə təsdiq olunub. Həmin çeklər başqa bir fərman ilə 2011-ci ilin yanvar ayının 1-dən etibarən tədavüldən çıxarılıb. 22 dekabr 2014-cü il tarixli 426 saylı fərman ilə isə həmin ixtisaslaşdırılmış çek investisiya fondları haqqında əsasnamədə dəyişiklik edilib. Burada sual olunur ki, əgər çeklər hələ də qüvvədə deyilsə, onda nə üçün həmin çeklərə dair olan əsasnamədə onlar dövrədən çıxarılandan sonra dəyişiklik edilib? Bunlar əsasında hesab edirik ki, qanunla özəlləşdirmə çekləri hələ də qüvvədədir və müəyyən hüquqları təsdiq edirlər. Hətta hesab edirik ki, dövlətimiz vətəndaşların çağırışlarını diqqətə alıb,
onları tezliklə də tədavilə qaytaracaq. Dəyərli ekspertlərimizə fikirlər və şərhləri üçün təşəkkür edirik və izləyicilərimizdən bir daha ricamız odur ki, efirimizi paylaşın, elə indi izləyənlər paylaşın ki, daha çox insan görə bilsin. Stat TV internet televiziyasının efirində canlı polemika verilişidir və mövzumuz özəlləşdirmə çekləridir. Bütün hüquqşünasların birmənalı olaraq özəlləşdirmə çeklərinin vətəndaşların mülkiyyət hüququnu təsdiq edən və qanunla bugün də mülkiyyət hüququ verən dövlət qiymətli kağızları olduğunu sübut olunur. Və bugünə qədər hakimiyyətdəki hüquqşünas və deputat hüquqşünaslardan heç biri bunun əksi olan bir fikir bildirməyiblər. Mütləq qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev vətəndaşların hüquqlarının qorunması və tarixi sosial ədalətin bərpası üçün Prezident Sarayında 1995-ci ildəki çıxışında dəfələrlə qeyd etmişdi ki, özəlləşdirmə zamanı mütləq hər vətəndaşın əmlak payı verilməlidir. Bu o zaman çox mütərəqqi bir addım idi, dəyərli izləyicilər. Hətta 10-20 il özəlləşdirmə davam etsə belə vətəndaşlar öz əmlak payını almalıdırlar demişdi Heydər Əliyev. Hətta yaşlı insanların dediyinə görə 1997-ci ildə özəlləşdirmə çekləri paylanan zaman Heydər Əliyev ASTV-də ölkə vətəndaşlarına öz çeklərini satmamağı və özəlləşdirmə zamanı ondan istifadə etməyi məsləhət görürdü. O zaman insanların məlumatsızlığı, maarifləndirmə işlərinin olmaması nəticəsi olaraq ölkə əhalisinin 70%-ni təşkil edən kənd əhalisi torpaq payları aldıqdan sonra çoxları sevinclərindən özəlləşdirmə çeklərini 100-150 dollara satdılar. O zamanki pulla elə də böyük məbləğ sayılmırdı bu qiymətli kağızların qarşısında və o zaman qızılın 1 qramı 8 dollar idi. Əslində qazananlar çeklərini 2000-ci ilə qədər satanlar oldu. Sonradan qara bazarda qiymətlər dəfələrlə aşağı düşdü. Və nəzərə almaq lazımdır ki, bundan sonra da böyük özəlləşdirmə prosesi gedəcək və özəlləşdiriləcək iri müəssisələrin maliyyə tutumu da çox böyükdür. Bunu mütləq nəzərdə saxlayın. Dövlət investisiya holdingi yaradıldı və gələcəkdə poliklinika, xəstəxanalar, ali və peşə təhsil məktəbləri, kommunal sahə, hətta bugün xarici şirkətlərlə bağlanmış müqavilələr başa çatandan sonra neft və mədən sənayesində olan, bu sahədə olan müəssisələr də özəlləşdirilə bilər. Orta və iri əmlakların özəlləşdirilməsi zamanı qanunla bu əmlakların ən azı 65%-dən çoxu 65%-i özəlləşdirmə çekləri ilə əvəzlənməlidir və vətəndaşlar bu prosesdə öz çekləri ilə iştirak etməlidirlər. Bu səbəbdən də dəyərli izləyicilər, əgər sizdə də varsa, lütfən satmayın özəlləşdirmə çeklərini. Çünki həmin çeklər bütün özəlləşdirmə dövrü üçün nəzərdə tutulub, yəni 2000-ci ilə qədər nəzərdə tutulmayıb, bütün özəlləşdirmə dövrləri üçün nəzərdə tutulub və hələ də özəlləşdirilməli olan orta və iri müəssisələr var. Bunların da 65% dəyəri sizin əlinizdəki çeklərlə aparılmalıdır. Dövlət ancaq 35%-ni pulla sata bilər və bunu gəlir olaraq büdcəyə daxil edə bilər. Əgər dövlət digər 65%-i də satmaq istəsə, təbii ki, bu da mümkündür. O zaman özü kompensasiya ilə vətəndaşlardan özəlləşdirmə çeklərini almalı, sonra müəssisələri istədiyi kimi tam həcmdə özəlləşdirməlidir. Həmçinin də əgər xarici və yerli sahibkarlar, investorlar iri və orta müəssisələri özəlləşdirmək istəyirlərsə, bu zaman onlar ikincili bazarda vətəndaşlardan özəlləşmə çeklərini alacaqlar, sonra prosesdə iştirak edəcəklər. Bu məsələ belədir. Sizin də fikirlərinizi və rəylərinizi gözləyirik. Bizim şərh bölməsində hüquqşünaslarımızın fikirlərini də izlədiniz və əllərində özəlləşmə çekləri olanlardan onun satmamasını hüquqşünaslar da rica edir, məsləhət görmürlər. Çünki bu məsələ yenidən gündəmə gələcək və vətəndaşlar özlərinin miras əmlak payının özəlləşdirilməsində iştirak edəcəklər, əgər çeklər yenidən tədavilə buraxılarsa. Bu qədər dəyərli izləyicilər, növbəti verişlərimiz də olacaq bu haqda və bu mövzunu gündəmdə saxlamağa çalışacağıq. Bizi izləyənlər bəyənib paylaşmaqla, abunə olmaqla kanalımıza dəstək olun. Sağ olun, salamat qalın. Respublikamızda özəlləşdirmə barədə dövlət tərəfindən birinci qanun 1993-cü il tarixində qəbul olunub 445 saylı özəlləşdirmə haqqında qanundur. Həmin qanunun özəlləşdirmə payı adlı 18-ci maddəsinin 1-ci bəndində deyilir ki, özəlləşdirmə payı Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir. Artıq bu bəndi biz əzbərlədik. Hər bir vətəndaşa Azərbaycan Respublikasının hər bir vətəndaşına dövlət mülkiyyətindən əvəzsiz verilmiş
hissə dövlət özəlləşdirmə payıdır. Göründüyü kimi, özəlləşdirmə payı dövlət mülkiyyətinin əvəzsiz verilmiş əmlak payıdır. Yəni, sizə qanunla verilən bu hüquq mülkiyyət hüququdur. Bu hüquq həm də 29 sentyabr 1995-ci il tarixli 1120 nömrəli qanunla təsdiq olunmuş dövlət özəlləşdirmə proqramının dövlət özəlləşdirmə payı adlanan 3-cü bölməsini 2-ci bəndində eyni qaydada tənzimlənir və orada deyilir ki, özəlləşdirmə payı Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir. Həmin qanunun özəlləşdirmə payı adlanan 18-ci maddəsinin 2-ci bəndində isə deyilir ki, özəlləşdirmə payı Respublikanın vətəndaşlarına özəlləşdirmədə iştirak etməyə ilkin bərabər imkan yaratmaq üçün verilir. Bu bəndlə bütün ölkə vətəndaşlarının özəlləşdirmə zamanı mülkiyyət bölgüsündə bərabərlik hüququnun təmin edilməyə çalışıldığını görürük. Hesab edirik ki, bu paylar bütün ölkə vətəndaşları üçün verilir və 80% ölkə vətəndaşı bu hüquqdan az və ya çox formada istifadə edib. Qalan 20% vətəndaşdır. Yəni, özəlləşdirmə paylarının hal-hazırda qalan sayı 1.500.000'dir maksimum. 20% vətəndaşın əlində olduğunu hesab eləsək, onlar qanunla bu hüquqdan məhrum edilmək olmaz. Qanun bunu qadağan edir. Bundan başqa vətəndaşlara özəlləşdirmə zamanı özəlləşdirmə payları ilə əldə edəcəyi əmlak paylarının eyni olduğu da qanun qəbul edir. Bu bərabərlik hüququ həm 29 sentyabr 1995-ci il tarixli 1120 sayılı qanunla təsdiqlənmiş dövlət özəlləşdirmə proqramında, yəni birinci özəlləşdirmə proqramında, dövlət proqramında dövlət özəlləşdirmə payı adlanan, bayaq dediyimiz 3-cü bölmənin 4-cü bəndində də ifadə olunub və orada deyilir. Dövlət özəlləşdirmə payı adsız təqdim edənə nağd qiymətli kağız formasında olan 4 çekdən ibarətdir. Yəni, bir özəlləşdirmə payı 4 dənə çekdir. 4 dənə özəlləşdirmə çekidir. Özəlləşdirmə payına daxil olan çeklərin verildiyi an eyni dəyərə malikdir. Göründüyü kimi qanunla, əgər bu özəlləşdirmə payı banka qoyulan pul formasında yerləşdirilsəydi, bu əmlak payının hamı üçün eyni pul məbləğində verilməsi tənzimlənmiş olardı. Sonradan qanunda bu əmlak payının dövlət qiymətli kağızı olan dövlət özəlləşdirmə çekləri ilə verilməsi zamanı da hər bir vətəndaşın özəlləşdirmə payına daxil olan çeklə verildiyi an eyni dəyərə malikdir yazılması ilə bütün ölkə vətəndaşlarının bərabərlik hüququnun tənzimlənməsi həyata keçirildi. Yəni, bütün dövlət özəlləşdirmə çeklərinə özəlləşdirilən dövlət əmlakından eyni dəyərdə səhim verilməlidir. Buradan da məlum olur ki, ancaq investisiya müsabiqələri zamanı bir investor başqa bir investorlara nisbətən daha çox dövlət özəlləşdirmə çekləri təklif edən zaman artıq o halda dövlət özəlləşdirmə çeklərinə düşən səhmlərin sayı az və ya çox ola bilər. Həmin qanunun 18-ci maddəsinin 3-cü bəndində isə deyilir ki, özəlləşdirmə payının məbləği özəlləşdirməsi zamanı özəlləşdirməsi nəzərdə tutulan dövlət müəssisə və obyektlərin dəyərinə əsasən müəyyən edilir. Dolayısıyla məbləğ özəlləşdiriləcək dövlət əmlakı, müəssisə və obyektinə görə müəyyən ediləcək. Yenə həmin qanunun 18-ci maddənin 4-cü bəndində sonradan dövlət mülkiyyətinin əvəzsiz verilən mülkiyyət payı kimi özəlləşdirmə payının pulla verilərək bankda xüsusi hesabda saxlanması tənzimləndi. Bu səbəbdən 1995-ci ildə Maliyyə Nazirliyi tərəfindən bir neçə dəfə
özəlləşdiriləcək əmlakların ümumi dəyəri qiymətləndirildi. Lakin güclü inflyasiya getdiyindən və xarici ölkələrdə olan negativ hallar və təcrübələr öyrənilərək Ulu Öndər Heydər Əliyev tərəfindən özəlləşdirmə payları 29 sentyabr 1995-ci ildə 1120 nömrəli qanunla birbaşa inflyasiyadan qorunan maddi ekvivalentinə, əmlak dəyərinə bağlandı. Yəni, inflyasiyadan qorunan maddi ekvivalent olduğu birbaşa qanunda tənzimləndi. Məhz 18-ci maddə 4-cü bəndində deyir ki, özəlləşdirmə payı Respublikanın hər bir vətəndaşının adına müvafiq bankda açılmış xüsusi hesabda saxlanılır. Diqqət edək ki, əvvəlki bənddə göstərildiyi kimi özəlləşdirmə payının dəyəri özəlləşdiriləcək əmlakların dəyərinə əsasən bankda açılmış xüsusi hesabda saxlanılır. Yəni, bu özəlləşdirmə payının əmələ gəlməsinin hüquqi əsası əmlak payı, mülkiyyət hüququnun əmələ gətirən özəlləşdiriləcək dövlət müəssisələrinin əmlakıdır. Bankdakı pul hesabı isə həmin əmlakın pul ekvivalenti formasında olmasını təsdiqləyir. Sonradan bu dövlət əmlaklarına düşən özəlləşdirmə paylarının əsasında Ulu Öndər Heydər Əliyev özəlləşdirmənin uzun müddət çəkə biləcəyini nəzərə alaraq özəlləşdirmə paylarının bankda pul formasında deyil, qiymətli kağız olan dövlət özəlləşdirmə çekləri ilə verilməsini qanunda tənzimlədi. Bu da birinci növbədə vətəndaşların bütün özəlləşdirmə dövründə öz mülkiyyət hüququndan istifadə etmək üçün şərait yaratmaq və investorlar üçün dövlət özəlləşdirmə çeklərini satan vətəndaşlardan almaqla özəlləşdirmədə investor kimi iştirak etmək üçün vacib idi, əhəmiyyətli idi. Çünki qanunla xarici və yerli investorlar orta və iri müəssisələrin ancaq 35%-ni pulla ala bilərdi. Yerdə qalan 65% isə dövlət özəlləşdirmə çekləri ilə özəlləşdirilə bilərdi. Qanunun 18-ci maddəsinin 5-ci bəndində isə deyilir ki, özəlləşdirmə payından Respublikanın hər bir vətəndaşı yalnız özəlləşdirmə təyinatlı məqsədlər üçün istifadə edə bilər. 6-cı bənddə bildirir ki, özəlləşdirmə payı müstəqil təyinatlara yönəldilmiş şəxslərə verilmir. Tədavül dairəsində tədyiyə vasitəsi rolunu oynamır. Yalnız hesabdan hesaba köçürülür. Buradan da aydın olaraq görünür ki, dövlət özəlləşdirmə çeklərindən fərqli olaraq özəlləşdirmə payları əmlak payı olaraq dəyəri bankda qoyulacaq pulla ifadə olunsa belə, bu tədyiyə vasitəsi deyil. Əmlak payı olan dövlət özəlləşdirmə payının pulla ifadə olunmasıdır sadəcə. Nə tədyiyə, nə də tədavül vasitəçisidir dövlət özəlləşdirmə payları. Yəni, hamı bilməlidir ki, dövlət özəlləşdirmə payları həmin bayaq dediyimiz qanunun 19-cu maddəsində göstərilən qaydada başqa və ya konstitusiyaya əsasən kompensasiya ödənilmədən heç bir yolla dövriyyədən çıxarıla bilməz. Beləliklə, dövlət özəlləşdirmə paylarından fərqli olaraq, dövlət özəlləşdirmə çekləri isə dövlət qiymətli kağızı kimi qanunla dövriyyədə olub həm tədavül vasitəsidir, həm də ki, dövlət özəlləşdirmə çekləri haqqında əsasnamədir, məşhur bir əsasnamədir bu. 5-ci bəndinə əsaslanaraq bütün özəlləşdirmə dövrü üçün ödəmə vasitəsi olaraq qəbul olunur. Yəni, dövlət özəlləşdirmə çekləri dövlət özəlləşdirmə paylarından fərqli olaraq həm tədavül vasitəsidir, qiymətli kağızdır çünki, həm də ki,
tədiyyə, ödəniş vasitəsidir. Həmin qanunun 7-ci bəndində deyir ki, özəlləşdirmə payı vərəsəlik hüququ əsasında keçərsə, ancaq təyinatı nədirsə o məqsəd üçün istifadə oluna bilər. 8-ci bənd bildirir ki, özəlləşdirmə paylarının verilməsi, istifadə qaydası Azərbaycan Respublikasının prezidenti tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. Dolayısıyla bu əsasnamə bayaq bildirilmiş dövlət özəlləşdirmə çekləri haqqında əsasnamədir. Bu bəndlərlə bağlı bildirək ki, 1995-ci ildə Prezident Sarayında Ulu Öndər Heydər Əliyevin dövlət özəlləşdirməyə həsr olunmuş, dövlət özəlləşdirilməsinə həsr olunmuş çıxışı zamanı xalqa bildirir ki, xalqa vədi milli liderin uzaqgörən tarixi, sosial ədalət siyasətinin nəticəsi kimi bugün də qüvvədə olan yuxarıda bayaq dediyimiz əsasnamənin 5-ci bəndi və eyni zamanda 2000-ci il tarixində qəbul edilmiş özəlləşdirmə, hal-hazırda qüvvədə olan Dövlət Özəlləşdirmə Qanunun 10-cu maddəsinə əsasən deyə bilərik ki, dövlət özəlləşdirmə çekləri bugün də ödəmə vasitəsi kimi istifadə olunmalıydı. Məhz qanunun, yəni birinci dövlət özəlləşdirmələr haqqında qanunun investisiya fondları adlanan 19-cu maddəsi bildirir ki, Respublika əhalisinə məxsus özəlləşdirmə paylarının bu və ya digər səbəblər üzündən həmin məqsədlərə yönəldilməmiş hissəsinin səmərəli yerləşdirilməsi üçün dövlət tərəfindən ixtisaslaşdırılmış investisiya fondu yaradılır. Yəni, qanun bildirir ki, ola bilər ki, bəzi paylar özəlləşdirmə məqsədləri üçün istifadə edilə bilməz, vətəndaşların əllərində qalar. Bu zaman onların qəbul olunması üçün dövlət tərəfindən ixtisaslaşdırılmış investisiya fondları yaradılmalıdır. İmperativ bir norma kimi qoyur bunu. Bu məqsədlər Respublikada xüsusi şəxsi investisiya fondları da yaradıla bilər. Yəni, burada diqqət edilməlidir ki, hansısa səbəbdən vətəndaşlar istifadə edə bilmədikləri özəlləşdirmə paylarının səmərəli istifadəsi üçün dövlət tərəfindən ixtisaslaşdırılmış investisiya fondları yaradılır. Bir məsələni də qeyd edək ki, sonradan heç bir dövlət qurumu tərəfindən özəlləşdirmə proqramı haqqında qanunla tənzimlənən çek investisiya fondları yaradılmadı. Yəni, belə bir fondun yaradıldığını heç kim deyə bilməz. Bunlardan başqa qeyd edək ki, konstitusiya və qanunlara əsasən, əgər birinci dövlət proqramında dövlət özəlləşdirmə çekləri üçün qanunla qoyulmuş 3 illik tədavül müddəti uzadılmasaydı nə olmalıydı? Hesab edirik ki, bu zaman konstitusiya və qanunlara əsasən 1999-cu ildə özəlləşdirmə payına düşən inflyasiyadan qorunan maddi ekvivalent, əmlak ekvivalentinin dəyəri hesablanmalı və özəlləşdirmə payının dəyəri pul formasında banklara qoyulmalıydı. Və dövlət özəlləşdirmə payları qanunun 19-cu maddəsində göstərilən qaydada tədavüldən çıxarılmalıydı. Sonradan fərmanlarla bu hüquqlara müdaxilə edilməsi konstitusiyanın pozulması olduğunu hesab edirik. Belə ki, dövlət özəlləşdirmə çeklərinin tədavül və tədiyyə vasitəsi kimi sonradan fərmanlarla tənzimlənməsi bütün hüquqların ləğvinə, mülkiyyət, bərabərlik və qanunla dövrəyə buraxılmış dövlət özəlləşdirmə çeklərinin kompensasiya edilmədən
dövriyədən çıxarılmasına səbəb oldu. Hesab edirik ki, bu qanunvericilik texnologiyası baxımından qəbul edilən deyil. Dəyərli dostlar, bu məsələlərlə bağlı xahiş edirəm. Öz fikirlərinizi və suallarınızı rəylərdə yazın. Öz aranızda da bu barədə müzakirələr aparın. Və çalışın ki, sahib olduğunuz özəlləşdirmə çeklərini satmayın. Saxlayın, qoruyun. Bu dövlət, bu vətənimiz, prezidentimiz onların qarşılığını mütləq ödəyəcəkdir. Dəyərli dostlar, hamı bilməlidir ki, özəlləşdirmə haqqında dövlətin tarixi, sosial ədaləti və yeni iqtisadi siyasətin təməli olan 7 mart 1995-ci il Respublikada özəlləşdirmənin həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının prezidenti Ulu Öndərimiz Heydər Əliyev öz çıxışında nələri deyib, nələri xalqa vəd edib. Bildirdiyimiz kimi, Azərbaycan Parlamenti özəlləşdirmə haqqında 1993-cü ildə yanvarında qanun qəbul edib. Həmin müşavirə zamanı bu qanun qəbul edilən vaxtdan 2 il artıq ötmüşdü. 1995-ci ildə bu müşavirə olub, 93-cü il tarixdə isə qanun qəbul edilib. Həmin qanunla bugün bir daha baxsaq, yəni 95-ci ildə bildirilir bu, bir daha baxsaq, deyə bilərik ki, həmin qanun özəlləşdirməni həyata keçirmək üçün yaxşı hüquqi əsas yaradıb. Bunu Ulu Öndərimiz deyir. Ulu Öndər daha sonra bildirir. Mən o qanuna diqqətlə baxdım. Ümumiyyətlə, bu qanun məqsədi uyğun sənəddir. Mən onu bugün də aktual bir qanun hesab edirəm. Ancaq o qanundan irəli gələn vəzifələrin, tədbirlərin həyata keçirilməsi təmin olunmayıb. Qanundan irəli gələn tələblər, özəlləşdirmənin prinsipləri bu proqramda öz əksini tapmalıdır. Qanunda göstərildiyi kimi, bugünkü müzakirələrdən də göründüyü kimi, şübhəsiz ki, hər bir vətəndaşın payı olmalıdır. Ancaq bu pay hansı şəkildə olmalıdır? Vətəndaş bu dövlət mülkiyyətinin özəlləşdirilməsində nə götürəcək və nə cür iştirak edəcək? Bunlar hamısı proqramda müəyyən olunmalıdır. Burada Tofiq Əzizovun təklifi var. Voucher olsun deyir. Voucherin əleyhinə də təkliflər var. Voucherin qiymətinin olub-olmaması barədə də təkliflər var. Voucherin qiymətinin göstərilməsi barədə təkliflər də var. Əvvəlki layihədə burada deyildiyi kimi voucher yox, ancaq hər bir vətəndaşa müəyyən məbləğdə pul vəsaitinin ayrılması nəzərdə tutuldu. Voucher məsələsinin də həyata keçirilməsində Tofiq Əzizovun təklifləri əsasında çox böyük texniki işlərin görülməsi lazımdır, lazım olacaq. Voucherlərin istehsal olunması, yaxud hazırlanması, depozitarların yaranması, voucherlərin paylanması üçün şəbəkələr və cürbəcür başqa məsələlər həll olunmalıdır. Bunların hamısı həm vaxt tələb edir, həm də vəsait tələb edir. Ona görə də mən görürəm ki, bu barədə fikir ayrılıqları tamamilə təbiidir. Qəti bir fikir söyləmək isə çətindir. Şəxsən mən bunu demək istəmirəm. Ancaq bir şey aydındır ki, özəlləşdirmə zamanı vətəndaşların payı olmalıdır. Hər bir vətəndaş öz payını almalıdır. Bu payından istədiyi kimi istifadə etməli, o ya özəlləşdirmə müəssisəsinin bir hissəsinin sahibi olacaq, yaxud öz payını başqasına verəcək və ya satacaqdır. Göründüyü kimi istifadəni Ulu Öndər xüsusi formada qeyd edir ki, özəlləşdirmə paylarının hamısının istifadə edilməsi məcburidir. Burada çıxış edənlərin bir çoxu bildirdi ki,
Özəlləşdirmədə əhalinin sosial müdafiəsi də təmin olunmalıdır. Bu da proqramda öz əksini tapmalıdır. Şübhəsiz burada deyildiyi kimi özəlləşdirmə uzun bir müddətdə aparıla bilməz. Əbdülsəlamzadə dedi ki, xalqımızın xüsusiyyəti, mentaliteti və başqa amillər imkan vermir ki, biz özəlləşdirməni qısa müddətdə aparaq. Belə ki, bir neçə ilə onun 30%-ni apara bilərik. Ondan sonra daha bir hissəsini, yəni bu özəlləşdirmə 10 il, 15 il, 20 il çəkə bilər, çəkəcəkdir. Belə olan surətdə, əgər biz bugün hesab ediriksə ki, dövlət əmlakı özəlləşdiriləcək və insanlar ondan bu payı alacaq, bəs bu pay nə vaxt veriləcək, nə vaxt alınacaq? Belə çıxır ki, biri payını bugün alacaq, biri 1 ildən sonra, biri də 15 ildən, digəri isə 20 ildən sonra alacaq. Bəs bu necə müəyyən ediləcək? Ulu Öndərin bu çıxışından müəyyən olunur ki, Ulu Öndər heç vaxt vətəndaşlar üçün əmlak payı olan özəlləşdirmə payının əldə edilməsini zamanla məhdudlaşdırma fikrində olmayıb. Belə bir qənaəti yoxdur. Çünki o çıxışda da açıq aydın bildirir ki, bu proses 15 il, 20 il davam edə bilər və hər kəs payından istifadə etməlidir. Əksinə, dahi lider Heydər Əliyev məmurların kəramətini bildiyi üçün onu ən çox vətəndaşların bu payı necə əldə edəcəyini məsələsi narahat edir. Hətta yaxşı yadımızdadır ki, Ulu Öndər özəlləşdirmə çekləri paylanan zaman Az TV-də xalqa müraciət edərək özəlləşdirmə paylarını satmamağı, tələsmədən çeklərdən bir istifadə etməyi məsləhət vermişdir. Və deyirdi ki, əgər bir müəssisədən az dividend verilərsə, o birisi müəssisə çox dividend verirsə, özəlləşdirmə çeklərinizi bu formada ayrı-ayrı müəssisələrə qoyun və tarazlığı özünüz meydana getirin. Göründüyü kimi Ulu Öndər hamının paylardan istifadəsi üçün çalışıb. Lakin bəzi məmurların, şəxslərin manipulyasiyası bugünkü vəziyyətin yaranmasına səbəb olur. Burada sual olunur ki, dövlətin xalqa qanunla vəd etdiyi orta və iri dövlət əmlaklarının 65%-nin dövlətin ən kasıb vaxtında Ulu Öndər Heydər Əliyev xarici və yerli şirkətlərə, investorlara elə pulla satmağı qanunda tənzimlənməsi mümkün deyildimi? Təbii ki, bu tənzimlənə bilərdi. Çünki həmin dövrdə dövlətin ən kasıb vaxtında bütün xərclərin ödənməsini tələb etdiyi bir vaxtda bunun üçün müəyyən əsaslar vardı. Ancaq böyük siyasətçi, milli liderimiz Heydər Əliyev gözəl bilirdi ki, ədalətli mülkiyyət bölgüsü kapitalizmə dinc keçid üçün əsas şərtdir. SSR-dən qalan miras əmlak payını xalqın özünə, yəni sahiblərinə qaytarmaq, ölkəmizin, dövlətimizin əmin amanlığı və iqtisadi inkişafı, tarixi, sosial ədaləti üçün önəmlidir, mütləqdir. Hər bir dövlətin xarici və daxili siyasəti onun konstitusiyası və qanunları ilə tənzimlənir. Dövlətin və Ulu Öndər Heydər Əliyevin tarixi sosial ədalət prinsiplərinə əsaslanaraq özəlləşdirmə başlayan zaman qəbul olunmuş qanunlarla dövlətin götürdüyü öhdəliklər və qoyduğu qaydalar konstitusiya ilə qorunur. Kapitalizmə dinc keçid üçün ədalətin, mülkiyyət və bərabərlik hüquqlarının isə təminatıdır. Bununla yanaşı bildirməyi özümüzə borc bilirik. Azərbaycan Respublikası Konstitusiyası və qanunları Avropa məkanında insan hüquqlarına dair qoşulduğumuz beynəlxalq müqavilələr pozularaq, kompensasiya ödənilmədən oliqarx məmurlar tərəfindən
Respublikamızda özəlləşdirmənin 14 ildir ki, ancaq pulla aparılması, mülkiyyət və bərabərlik hüquqlarının, tarixi sosial ədalətin pozulması, ölkə daxilində vətəndaşların narazılığına səbəb olacaqdır. Vətəndaşların hakimiyyətdə olan oliqarx məmurlara və investorlara qarşı narazılıqlarına səbəb olacaq və qarşı durmaların yaranması təhlükəsini meydana gətirəcəkdir. Hakimiyyətdə olan oliqarx məmurlar bilməlidirlər ki, yüz minlərlə ailələrin haqlı narazılığından müxtəlif məqsədlər üçün istifadə etmək istəyənlər də az olmayacaq. Xarici investorlar qanunla dövlətdən opsiyon alaraq ancaq vətəndaşlarda olan özəlləşdirmə paylarını əldə etdikdən sonra özəlləşdirmədə iştirak edə bilərlər. Çünki tarixi sosial ədalətə əsaslanaraq qanunla verilmiş bu özəlləşdirmə payları xalqın miras əmlak payıdır. Vətəndaşların özlərinin və ata-babalarının Sovet dövründə canları, qanları bahasına qurub yaratdıqları var dövlətdən əmlak payı əldə etmək xalqın halal haqqıdır. Əsas təhlükə ondan ibarətdir ki, Respublikamızda özəlləşdirmədə investor kimi iştirak edən Avropa və başqa xarici ölkə vətəndaşları dövlət özəlləşdirmə payları sahiblərin əsas insan hüquqlarını pozularaq həyata keçirilən qanunsuz özəlləşdirmə yolu ilə əldə edəcəkləri üçün bütün əmlaklarını da itirə bilərlər. Bu da böyük bir təhlükədir. Bu, həm mütəşəkkil korrupsiya cinayətində Avropa və başqa xarici dövlətlərdə olan investorların iştirakı da deməkdir. Eyni zamanda, bu hüquq pozuntuları nəticəsində yüz minlərlə ailənin haqq, ədalət tələbi və narazılıqları gələcəkdə tək oliqarx məmurlar üçün deyil, həm də Avropa və başqa xarici dövlətlərdən olan investorların hüquqları və maddi və fiziki durumları üçün təhlükəli hesab oluna bilər. Ona görə də hesab edirik ki, şikayətimizə verildiyi zaman Avropa İnsan Haqları Məhkəməsi tərəfindən tezliklə baxılacaq. Çünki bunun tezliklə baxılması Avropa vətəndaşlarını və bütün xarici ölkələrdə olan investorların xeyrinədir. Digər tərəfdən, hakimiyyət nümayəndələri Davos və başqa iqtisadi forumlarda xarici investorların Azərbaycanda özəlləşdirməyə, investisiya qoymağa dəvət edirlər. Həm də hesab edirik ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən bu işin araşdırılmasının imtina olunması, xarici investorlar Azərbaycandakı oliqarx məmurlarla birlikdə təşkil etdikləri beynəlxalq mütəşəkkil korrupsiya cinayəti kimi qəbul oluna bilər. Çünki investorlar investisiya müsabiqələrində qanunla ancaq 35%-ni pulla ala bilərlər. Qanunla bütün investorlar 15% əmək kollektivində qalan payları və hərraclar üçün nəzərdə tutulmuş 55% payı isə ancaq və ancaq vətəndaşlardan dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirdiyi dövlət özəlləşdirmə çeklərini əldə etməklə sahib ola bilər. Və xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz, imzamız qədər qiymətlidir və dəyərlidir. Tarixi sosial ədalətin bərpası üçün bu videonu cənab prezidentin görməsi vacibdir. Bu səbəbdən hər gün Facebookda, başqa qruplarda paylaşın. Elə indi paylaşın, dostlar. Diqqət! Bir daha hamı bilməlidir ki, Ramiz Mehdiyev öz mahir ustalığı ilə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ona olan tam etimadından xaincəsinə istifadə edərək, oliqarx məmurların, o cümlədən Fərhad Əliyev və Kərəm Həsənovun bir qrup mafioz məmurların korrupsiya maraqlarını təmin edərək, imzalamağa təqdim elədiyi həmin fərmanlara, konstitusiya və qanunlara zidd olan və prezident səlahiyyətlərinə aid olmayan bəzi maddələr əlavə eləməklə imzalatdırmağa nail olmuşdu.
Ən əsası ondan ibarətdir ki, heç hüquqşünaslarla da məsləhətləşdirilmədən bu çirkin və məkirli əməlləri təsdiq edən həmin fərmanların başında preambulasında Konstitusiya qanununa uyğun olaraq konstitusyon əsaslandırma da yazılmamışdı. Bəlkə doğrudan da prezident aparatının rəhbəri bu fərmanları tələsik hazırladığı üçün səhvlər eləmişdi. Siz nə fikirləşirsiniz, əziz ziyalılar? Diqqət və məqsəd nədir? Çox güman ki, məqsəd 1 milyon vətəndaşı dövlətdən və cənab prezidentdən narazı salmaq, sosial gərginlik yaratmaqdır. Ya da məsələni uzadaraq siyasiləşdirmək. Bu halda cənab prezident gələcəkdə xaricdə çıxışları zamanı investisiyalar və insan hüquqlarından danışanda kimlərsə belə bir sual verə bilər. Cənab prezident, hansı səbəbdən siz öz vətəndaşlarınızın mülkiyyətlə əlaqəli konstitusyon hüquqlarını öz fərmanlarınızla pozursunuz? Yalnız bizi sizdə hər şey yaxşıdır deyərək ölkənizə dəvət edib investisiya qoymağa çağırırsınız? Amma Azərbaycan xalqı gözəl bilir ki, hansısa əmlakı özəlləşdirmək üçün cənab prezident İlham Əliyevin bir sözü bəs edir və bunun üçün prezidentin konstitusiyanı pozan və cinayət məsuliyyəti yaradan hansısa bir fərmana qol çəkməsinə heç bir ehtiyacı yoxdur. Dostlar, bir daha xahiş edirik ki, bu videonu paylaşın. Paylaşın ki, daha çox məmur görsün və cənab prezidentə tam, düzgün məlumat çatdırsın. Bunun üçün həm də kimin evində cavan varsa, Facebookda özəlləşdirmə çekləri qrupuna üzv olmasını xahiş edin. Onlar da hər şeyi bilsinlər. Bugün prezidentin vətən müharibəsi zamanı dediyi, mən hər şeyi bilirəm və nəyi nə vaxt eləyəcəyimi də yaxşı bilirəm ifadəsini bəzi deputat və məmurlar prezidentin əleyhinə olan əsas bir argumentə çevirirlər. Əlbəttə, prezident hər şeyi vaxtında bilməlidir ki, nəyi vaxtında eləməyi də dediyi kimi vaxtında olsun. Amma bu məmurlar cənab prezidentə vaxtında mı məlumat verirlər? Və ən əsası düzgünmü məlumat verirlər? Əgər bugünə qədər 13 ildir düzgün məlumat verməyiblərsə, kim qarant verə bilər ki, indi düzgün məlumat verəcəklər? Bizdən fərqli olaraq bu oliqarx məmur mafiyası hələ də xalqın cənab prezidentə tam inandığını başa düşməyib. İnsanlar haqqını tələb eləməlidir və necə tələb eləməyi bacarmalıdır. Bu, cənab prezidentin sözləridir. Biz əslində tək tarixi sosial ədalətin bərpasını və xalqın haqqını deyil, həm də prezidentin şərəf və ləyaqətini müdafiə edirik. Düzdür, bu qanunsuzluqlar və konstitusiya pozuntusu barədə tam araşdırma yalnız 2022-ci ildə hüquqşünas alimlərin məlumat verdiyi andan sonra hamıya məlum oldu. Və sonda indi cənab prezidentdən bu faktların gizlədilməsində məqsədləri nədir? Sizcə prezident bilir? Dövlətə inanıb özəlləşdirmə paylarını 25 ildir ümidlə satmayan 1 milyon vətəndaşdan hər gün öz haqqına çatmayan 30 insan dünyasını dəyişir. Və bütün ümidləri, arzuları boşa çıxır. Ulu Öndərin ən çox sevdiyi mahnıların birində deyilirdi. İnsanlara sağlığında qiymət verin. Bu sözləri özü də şüar kimi dəfələrlə səsləndirirdi. Cənab prezident bilirmi? Ramiz Mehdiyevin hazırladığı fərmanların preambulasında konstitusyon əsaslandırma yoxdur və bu fərmanlarla olan hüquq pozulması haqqında şikayətlər müddətsizdir və ən əsası xalqa qarşı mütəşəkkil ağır korrupsiya cinayəti hesab olunur. Əlbəttə, biz tam əminik ki, Müzəffər Ali Başkomandan kimi cənab prezident heç vaxt ailəsinin özünün adına ləkə salmaz. Vicdansızlıq eləyərək bilərəkdən atasının xalqa vədini, tarixi sosial ədalət siyasətini, beynəlxalq insan hüququ və Quran ayələrini, Qafqaz kişisinə xas olan mənəviyyatı pozan heç bir addım atmaz. Vaxt uzandıqca xalq fikirləşir ki, əgər prezident bu qanunsuzluqları və atası Ulu Öndərə inanıb çeklərini satmayan vətəndaşlardan hər gün 30'unun dünyasını dəyişdiyini bilirsə, deməli doğrudan da bu cinayətin başında Ramiz Mehdiyev yox, prezidentdir. Biz inanırıq ki, xalqımızın qeyrətli oğlu cənab prezidentin dünya görüşü, ailə tərbiyəsi, Müzəffər Ali Başkomandan kimi fəlsəfəsi, atasına və dövlətinə, xalqına olan sevgisi daimidir və onun bu hüquqi faktlardan tam xəbəri olan günü bu məsələ həmin gündə öz həllini tapacaq. 13 ildir 100 minlərlə ailə Ramiz Mehdiyevin
və prezident aparatı hüquqşünaslarının səhvləri və səhlənkarlıqları nəticəsində yaranmış bu hüquqi problemin ağır nəticələrini görür. Statistikaya görə öz halal miras əmlak paylarını almadan ümid və arzularını axirətə aparanların sayı hər il 12 mindir.